إن الحمد لله نحمده ونستعينه ونستغفره نعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Əziz müsəlmanlar, İnsanların eyibləri ilə məşğul olmaq pis və qınanılan bir əməldir. Bu elə bir əməldir ki, insanı öz nəfsinə baxmaqdan və ona əhəmiyyət verməkdən kənar qoyur. Necə ki, demişlər, kim insanların eyiblərinə baxarsa, öz nəfsi üçün kör olar. Beyhaqi. Həmçinin buyurulub ki, insanların eyiblərinə vaxt ayıranın öz nəfsini unutduğunu hesab edirəm. Əgər öz nəfsinə əhəmiyyət versəydi, heç kəsin eyiblərinə baxmağa vaxtı olmazdı. Eləcə də başqalarının yanında eyiblərini yaymağa, namuslarına tənə etməyə həvəslidirsə, artıq onun nəfsinin pislikləri ona əmr edir. Qardaşına qarşı həsədi, nifrəti onu kör etmişdir və öz nəfsini unutmuşdur. Buna görə Rasulullah sallallahu aleyhi və səlləm bizi bundan çəkindirmişdir. İbn Ömər radiyallahu anhudan gələn rəvayətə əsasən Rasulullah sallallahu aleyhi və səlləm minbərə çıxıb uca səslə belə dedi: Ey dili ilə İslam'a girən, qəlblərinə iman girməyənlər! Müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin, eyiblərin axtarmayın. Çünki kim insanların eyiblərini üzə çıxararsa, evinin içində olsa belə Allah onun eyiblərini üzə çıxarar. Hədisi Tirmizi rivayət etmişdir. Məyər insan özü dərk etmirmi ki, başqalarının eyibləri ilə məşğul olmaq onu öz nəfsinin eyiblərini və pisliklərini bilməkdən məhrum edəcək? O öz nəfsinə əhəmiyyət verməyib, eyiblərini islah etməzsə, onun eyiblərini də başqaları üzə çıxaracağını bilmirmi? Məyər bilmirmi ki, o eyiblər vaxtı gəldiyi zaman onun başına qaxılacaq? Buna görə də insan öz nəfsi ilə məşğul olmalıdır. Çünki insanların eyiblərini açsa, onları həlak etmiş olar. Əbu Hureyra radiyallahu anhudan rivayət olunan hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgər biri insanlar həlak olub deyərsə, o özü insanları həlak etmişdir. Hədisi Müslim rivayət etmişdir. Çünki hər bir insan günahkardır və hər kəsin günahı var və əgər o hər günah edənin eybini açsa, bu zaman insan öz günahını unudacaq və özünə ucub, yəni özünü bəyənmək xəstəliyi gələcək. O insanların həlak olduğunu iddia eləyib, onları ifşa edəcək və nəhayət özü insanları həlak etmiş olacaq. Muaviyyədən radiyallahu anhudan gələn hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən əgər sən insanların eyiblərini araşdıracaqsansa, onları körləyəcəksən. Hədisi Abu Davud rivayət etmişdir. İbn Qayyim rahimehullah belə buyurmuşdur: Kim öz nəfsini tanıyarsa, insanların eyiblərini tərk edər və öz nəfsini islah etməklə məşğul olar. Fəvaid, səhifə 57. Məyər başqalarının eyibləri ilə məşğul olan insan bilmirmi ki, cəza əməlin növündəndir və kim bir pislik edərsə, onun cəzasını mütləq görəcək? Bilmirmi ki, müsəlman qardaşının eyiblərini üzə çıxarmağa səy göstərərsə, Allah onun eyiblərini üzə çıxarar və kim bir qardaşının eyiblərini örtərsə, Allah onun eyiblərini dünya və axirətdə örtər. İbn Abbas radiyallahu anhudan rivayət olunan hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim bir müsəlman qardaşının eybini örtərsə, onu gizlədərsə, Allah qiyamət günü onun eyiblərini gizlədər. Kim də onun eyiblərini açarsa, Allah onu evində gizlənsə belə ifşa eləyər. Hədisi İbn Məcə rivayət etmişdir. Həmçinin İbn Cəvz rahmehullah buyurur ki, kim şəriəti lazım olan şəkildə öyrənərsə, Peyğəmbərini tanıyarsa, sahabələrinin və böyük alimlərin halını bilərsə, görər ki, insanlar adəti üzrə gedirlər.
şəriətlə yox. Biri-birini ziyarət edib insanların qeybətini edirlər. Hər kəs müsəlman qardaşının eyiblərini haqqında bir məlumat araşdırmaq istəyir, onu soruşur. Əgər birində nemət varsa həsəd aparır, müsibət baş veribsə söyər, pisləyər, təkəbbürlü ona nəsihət eləyər. Dünya malından ondan nəsə götürmək üçün ona hiylə işlədər və imkanı olsa öz xətalarını onun üstünə yıxar. Bu yerdə İbn Abbasdan radiyallahu anhu da rivayet olan hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim bir qövmün danışığına onlar istəmədiyi halda qulaq asarsa, qiyamət günü qulağına qurğuşun töküləcəkdir. Hədisi Buxari rivayet etmişdir. Subhanallah. İbn Qayyim rahimehullah buyurur ki, xoş o insanların halına ki, öz eyibləri ilə məşğuldur və başqalarının eyiblərinə vaxt ayırmır. Vay o insanların halına ki, öz eyiblərini unudub, başqalarının eyiblərinə vaxt ayırır. Birincisi xoşbəxtliyin, ikincisi isə bədbəxtliyin əlamətidir. Həmçinin uca səslə nəsihət etmək və insanların yanında nəsihət etməkdə əgər tutarlı bir səbəb yoxdursa, qardaşının eybini açmaq, onu ifşa etmək sayılır. Bu nəsihət sayılmır. İmam Şafi rahimehullah buyurur ki, kim bir qardaşına gizlində nəsihət eləyərsə, bu nəsihət və bərbəzəkdir. Kim də açıqda nəsihət edərsə, bu ifşa etmək və xəyanət etməkdir. Buna görə də müsəlman gərək çirkin xislətlərdən uzaq dursun. Özünə fayda verən işlərlə məşğul olsun. Özünü və insanları həlakə aparmasın, onların islahına çalışsın və onları hidayətə çağırsın. Çünki bu ən böyük xeyrin əlamətlərindəndir. Subhanaka Allahumma Rabbana və bihamdik. Neşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və nətubu ileyk.